Laçın Türk tayfaları mevcut vəziyyətdə Türkmenistan'da da yaşayır bu saat. Kazakistan'da da yaşayır. Türkiye'de daha çoktu. Uygurdistan'da da yaşayır. Çin'in şimalında Uygur Muhtar Respublikası büyük sayıda, Uyguristan'da milyondan çoxdur. Belki ne de 100 bin, 200 bin. Ben bunların nümayəndələri Pekin'de söhbət eləmişəm. Pekin'de. Demək, Türkmenistan'da da bu saat Laçın tayfaları var. Təmiz Türk tayfaları var. Və çox maraqlı cəhət odur ki, onların danışıq ləhcələri bu saatki Laçınların danışıq ləhcələridir. Mən haradasa, çox üzr hesab edeyim, tariximizdə bir Laçının araşdırması səmtində bir boşluq görürəm və Laçının izahını çox dayaz hesab edirəm. Ona görə ki, gözümüzün qabağında, dənizin o tayında bu tayfalar durub bizim ləhcədə danışır. Bizim təmiz Türkçə ləhcəsində danışır. Biz burada durub quşla, nəylə bunu əlaqələndirir ki, Laçın budur. Razısın 13-cü əsrdə Xaçın knyazlığı olub. Xaçın knyazlığı Alban knyazlığı olsa da bunun axı Xaçınla Laçının bu belə proyeksiyonal oxşarlıq olsa da bunun nə dəxli var ona? Yəni Laçın Türk tayfasıdır. Tam araşdırılmamakta ittiham edir hakiməm tarixçiləri. Əlbəttə o belə tarixi tam araşdırmaq mümkün deyil, amma yer gəlmişkən deyim ki, Abdal da Ümumtürk arayalında geniş yarı. Türkmenistan SSR-nin tarixi kitabında da vaxtilə Türkmenlərin formalaşmasında, etnogenezisində iştirak edən tayfaların biri də elə Abdallar idi. Ona görə də əlbəttə, məsələn, orada olan digər tayfalar da, Bayandur tayfaları var, onlarla bağlı olan çoxlu biz yer adlarına, toponimlərə də rast gəldik. Bu baxımdan da əlbəttə, burada da qeyd olundu, Laçın tayfa adıdır və burada heç bir şübhə yox. Amma versiyalar çoxdur. Siz də bizi qınamayın. Baxın, bir məsəl üçün aparıcı araşdırma aparanda və yaxud redaktor araşdırma aparanda hal-hazırda internetdə bilmirəm, mənbəyində Azərbaycan Milli Elmlər Akademiyası deyə başqa mənbələrdir. 4-5 versiya var Laçın. Nə ki Laçın adıyla bağlı, elə Kəlbəcərin adıyla bağlı, elə digər rayonlar. Ona görə biz həqiqəti, siz tarixçilərə inanıb həqiqəti. Onu tam araşdırmaq da oradan da mümkün deyil. Bir mənbəyə baxdıqda, yəni müxtəlif mənbələr var və müxtəlif mənbələrdən müxtəlif məlumatlara rast gəlir. Boran müəllimin yanında danışmağıma haqqım yoxdur. Amma bu işlə mən ömür boyu özüm məşğul olmuşam bir Laçın vətəndaşı kimi, təmiz Türk kimi. Bunu aparıb o Türk sonluğuna yetiştirmək, Laçına oradaki cəmaatın gəlmə olmağına bir sədd qoyur. Məsələn, adi bizim bu tarixlərdə görürsən bir dəstəsi yazır, 1500 neçənci ildə bir neçə tayfa köçürtdülər bura, Gəlovçular, Təhməzdilər, Şadmanlılar, o Abdallardan, Millilər, Qaraçorlular, nə bilim nə. Amma orada Laçın tayfalarının minimum 2000 illik tarixi onu göstərir ki, biz orada vardıq. Başqa məsələ ki, biz 8-ci əsr qabaq Albaniyanın tərkibindədir və Xristiyanıdır. Bu ayrı söhbətdir. Amma Laçın Türk dilli tayfası Laçın arealında 2000 ildir var.